bizim Qaraçuxur məscidinin bir türk imamı vardı, Nevzat Qalyoncu hoca. Mənə dəvət eləmişdi. Mən İstanbulda olanda getdim bunların xidmət etdiyi şəhərə. Orada belə bir adət var idi ki, kəndin imamı, qəsəbənin imamı misal üçün hər gün bir nəfər evinə iftara dəvət edirdi. Yəni bu yəni Maraqlı. orada olan, yəni din xadiminə olan bir hörmətin təzahürünü gördüm mən orada. Olmuş bir qissədir. Anadoluda olan bir qissədir bu. Bir gün yəni hər kəsin sevdiyi, sayğı göstərdiyi bir imamı bir gün kənd cəmaəti sırayla hər kəs evinə dəvət edir. Bir gün də bir ailə imamı evinə dəvət edir. İftara dəvət edir. İftara dəvət edir. Xanımı yoldaşın verdiyi pulu unudaraq imamın gəldiyini görür, pulu ortaya qoyur. Bu minvalla davam edir. Bunlar çıxanda otaqdan pəncərə açıq olur. Külək pulu sovurur və imam da götürür o pulu Quran-ı Kərimin arasına qoyur. Amma bu ərlə arvadın arasında bu imama qarşı bir suizan yaranır. Pullar etdi. Pulları yəqin imam götürüb. Quran-ı Kərimdə divarda. Quran-ı Kərimdə yuxarıda. Bunlar çox, yəni içlərini, amma utandıqlarına imama da bir söz demir. Amma imamla da səmiyyətlərini kəsirlər. Növbəti günlər, aylar, artıq Ramazan gəlir. Yenidən deyir ki, bu imamı çağıra. Növbəti sizə çatdı. Çağıra, amma bu dəfə də sözümüzü deyək də imama ki, sən pulu götürmüsən də gətir çıxart, halallıq olsun. İmamı dəvət edirlər və imam gəlir. Bəs İstəyirsən. Yəni imamı deyir ki, yəni sən istəyirsən biz səndən soyuq O zaman pulumuz vardı, yox idi. Aramızda bir buzlu dağlar var. Yəni bunu ərtməyin vaxtıdır. Yox, sənə də lazım idisə, deyərdin da biz sən ver. Niyə belə götürürsən? Yəni başlayır hal qəziyyə budur ki, İmam ağlayır. Yox, hələ ora demir. Gəl danışır ki, bəs pul qoymuşduq falan filan. Deyir ki, bəs o pulu mən götürməmişəm. O pulu götürdüm, pəncərə açıq idi, külək sovurdu, mən də qoydum Quran-ı Kərim. Deməli, siz bir ilin ərzində bu Quranı bir dəfə açmadınız. Bu dəhşətli bir şey. Bu, yəni Allah Azza və Cəllə kitabən məhcura deyir. Yəni qövmüm deyir, Quranı tərk etdi. Subhanallah.